Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Əgər evdə sobanız yoxdursa və yaxud da sobada keks yaxşı alınmırsa, onda bankada bişirin. Bəli, bankanın içərisində asan üsulla, çox dadlı, yumşaq şirniyyat hazırlamaq olar. Əvvəlcə qabın içərisinə stəkanın başından 2 barmaq əskik şəkər əlavə edirəm. 4 ədəd yumurta əlavə edirəm. Yumurta ilə şəkəri ağaranacan çalıram. Yumurtanın həcmi artıb ağardıqda üzərinə 3 yemək qaşığı ilıq süd, 3 yemək qaşığı da duru yağ əlavə edirəm. Yenidən 3-5 dəqiqə çalıram. Mikseri söndürürəm. Unu çırpıcı ilə qarışdıracağım. Ələyin içərisinə 1 stəkan un, 3 yemək qaşığı kakao tozu, 1 paket vanil, 1 paket də qabartma tozu əlavə edirəm. Unu ələkdən keçirdirəm. Çırpıcı ilə qarışdırıram. Hazır xəmir bu qatılıqda olmalıdır. Bişirmək üçün xırda bankalar götürmüşəm. İstənilən ölçüdə bankada bişirmək olar. Yarısınacan xəmirdən əlavə edirəm. Hətta yarısından az da əlavə etmək olar ki, sonradan bankadan daşmasın. Bankanın içərisindəki xəmir bu qədər olmalıdır. Üzərindən şokolad əlavə edirəm. Xırda doğranmış plitka şokolad, damla şokolad da əlavə etmək olar. Qapaqlarını kip şəkildə bağladıqdan sonra geniş bir qazanın içərisinə yerləşdirdim. Qazana adi soyuq su əlavə edirəm. Su bankaların üzərinə çıxmasın. Boyun hissəsinəcən əlavə olunsa bəs edər. Qazanın qapağını kip şəkildə örtüb qazın orta temperaturunda 35-40 dəqiqə ərzində bişirirəm. 40 dəqiqə sonra pişməsinə nəzarət etmək olar. Artıq hazırdır. Hazır olduqda isti sudan hələlik götürməyin. Bu müddət ərzində soğusu hazırlayın. Stəkan yarım soyuq südün üzərinə yarım stəkan duru yağ. Stəkanın başından 1-2 barmaq əskik şəkər. 3 yemək qaşığı kakao tozu. Azacıq da şokolad əlavə edirəm. Əgər şokolad yoxdursa, əlavə etməyə də bilərsiniz. Qeyd edim ki, çox şirin sevmirsinizsə, şəkəri yarım stəkan əlavə edin. Çırpıcı ilə qarışdırıb qazın orta temperaturunda təxminən 5-6 dəqiqə ərzində bişirirəm. İsti sosu isti kekslərin üzərinə tökəcəm. Görürsünüz, çox gözəl pişibdir. İçərisi də tam bişibdir. Keksi bu şəkildə də yemək olar. Üzərinə sosun əvəzinə adi şokolad da ərdib tökə bilərsiniz. Və yaxud da 1-2 qaşıq süd də əlavə edə bilərsiniz. O baxır sizin zövqünüzə. Hər qaba təxminən 1 çömçə sosdan əlavə edirəm. Sosun miqdarını artırıb azaltmaq olar. Keks şokoladlı sosu təxminən 1-2 saata canına çəkir. Qeyd edim ki, hazırladığım sosdan biraz qaldı. Hamısını əlavə etmədim. Sonda şirniyyatın üzərinə şokolad, xırda doğranmış qoz fındıq və yaxud da kokos əlavə etmək olar. O baxır sizin zövqünüzə. Gördüyünüz kimi artıq şirniyyatlar hazırdır. Sonda içərisində sizə göstərəcəm. Çox mükəmməl, ləzzətli bir dadı var. Həqiqətən də hazırlayıb bu şirniyyatın dadına baxmağa dəyər. Gördüyünüz kimi asan üsulla, az ərzaqla, soba olmadan adi bankanın içərisində də şirniyyat hazırlamaq olar. Hər kəsə bu üsulu mütləq sınamağı, bu şirniyyatın dadına baxmağı tövsiyə edirəm. Videolarımızın davamlı olması üçün kanala abunə olmağı, videoları izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.